Bakıxanovda çox gözəl bir ərazidən sizə 2 mərtəbəli, kvadratı da böyükdür. Həyət evin təqdimatını eləyəcək inşallah, izləyin. Danaşkindədir, 148 məktəbə yaxın ərazidir. Bax, mərkəzi yol 100 metrliyindədir. 22 işləyən mərkəzi yol 100 metrliyindədir. Evin girişi buradandır, əlavə həyəti də var, yəni burada toxtuca da saxlayırlar. Bir də girişi oradandır, yəni ətraflı təqdimatını eləyəcək, izləyin. Allah xeyir versin, qiyməti də çox münasibdir. Ətrafında hamısı görürsünüz, yəni hamısı həyət evləridir, bax. Ətrafında hamısı həyət evi. Bax, burada toxtuca saxlanılan yerdir, əlavə, həyətdən əlavə. Delini darvaza qoyulub. Darvaza qoyulub, yəni göstərdim. Toxtuca saxlamaq yeri. Bu evimizin aşağı hissəsidir, altıdır, garajdır, yəni maşınıza saxlamağa. Hər şey adeli nəzərdə tutulur. Bir də evin girişi oradandır. Bir çəkəcəm, izləyin. Evimizin garaj hissəsini göstərdik. İndi keçək. Həm garajdan da evə giriş var, onu da göstərəcəm. Burası ətraflı çəkirəm ki, biləsiniz. Buradan görürsünüz, balaca bir həyəti var, balaca qapıdır. Gəlirsən koridor sistemi iləndir. Aşağı mərtəbə. Buradan yuxarı mərtəbəyə qalırsan. Bu da öz həyətidir, yəni balaca. Orada da böyürdə həyəti var. Sol tərəfdə zaldır. Belə bir televizyonun yeridir. Bu bayaq göstərdiyim garaj. Bax, həmin garaja çıxışdır. Gördünüz? Buradan da giriş var, yəni bu kuxnasıdır. Aşağı mərtəbədə zaldır, kuxnadır, garajdır. İstəyən onlar, yəni garajı ləğv eləyərsən, oradan da bir dənə böyük bir otaq eləyərsən, ya yataq otağı, nəsə. Yəni şərait var evdə nəsə düzəltməyə. Qalxaq ikinci mərtəbəni göstərdim sizə. Burada sanuzel var, onu da göstərdim. Buradan çıxmamış. Bu da qardiropdur. Əlavə nəsə yığmaq istəsəz, banka, artıq əşya yığmaq istəsəz yığa bilərsiniz. Yuxarı mərtəbədə belə bir hol hissəsi qarşılayır bizi. Deməli, 1, 2, 3 dənə yataq otağıdır. Bir də belə bir holdur. Şöyle yandıraq. Ətraflı çəkin, baxın. 1, 2, 3 dənə otaq. Gördünüz, bir-birində çəkirəm, izləyin. Bu bir otaq. Evimizin qiyməti çox münasibdir. Qiymət 165 minə deyil, orada danışıq yeri olacaq. Bu ikinci otaq yuxarı mərtəbədir. Bax, oradan da krişanın altına çıxmağa yeri var. Bu da üçüncü otaq. Mən işıqları da yandırmamışam. Görsün, çox işıqlıdır. Pəncərəsi də baxır həyətə.
yola bax. Yerləşmə yerdə idealdır. 22 marşruta 100 metr məsafədə, 80 metr məsafədə. Qiymət də 165 minə deyil. 2 mərtəbə aşağıda gördüyünüz zaldır, kuxnadır. Yuxarıda da 3 yataq otağı, bir dənə də belə zaldır. Bir də hələ belə koridor var. Yəni bu çox münasib qiymətə. Yaşayışlı evdir, yaşayışa hazırdır. Qiymət 165 min. Allah xeyir versin. Kimə maraqlı olsa əlaqə saxlayın.